Dekabrın 24'ünde Bakıda ve Abşeron'da hava değişken bulutlu olacak. Arabir tutulacak, əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, gecə və səhər duman olacaq, cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 3-6, gündüz 8-12 dərəcə isti, atmosfer təzyiqi 763 mm civə üstün olacaq. Naxçıvanda gün ərzində bəzi yerlərdə çiskinli yağıntı ehtimalı var. Temperatur 7-9 dərəcə isti olacaq. Bir çox rayonlarda sabah yağıntı ehtimalı yoxdur, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacaq, arabir duman olacaq, qərb küləyi əsəcək. Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.